Hər zaman artıq çəkidən danışırıq, amma çox arıqlamaq da qadın sağlamlığı üçün təhlükəlidir. Bədəndə müəyyən qədər yağ toxuması estrogen hormonunun istehsalı üçün vacibdir. Yağ faizi çox azaldıqda, xüsusilə yeniyetmə qızlarda və çox arıqlayan qadınlarda orqanizm reproduktiv funksiyanı söndürür. Menstrual sikl dayanır, yəni amenorreya yaranır. Bu vəziyyət uzandıqda yumurtlama dayanır, sümük sıxlığı azalır, saç tökülməsi, dəridə quruluq və sonsuzluq riski yarana bilər. Sağlam arıqlama üçün əsas qayda ümumi çəkidən 10%-dan çox itirməməkdir. Məsələn, çəkisi 75-80 kilo olan qadın üçün bu 7-8 kiloqram deməkdir. Bu miqdar təxminən 3-4 ay ərzində, yəni ayda 2-3 kilo tempdə verilməlidir. Daha sürətli arıqlama bədənin enerji balansını pozur və hormon sisteminə zərbə vurur. Nəticədə menstrual sikl kəsilə bilər. Yaxşı xəbər odur ki, çəkini və qidalanmanı bərpa etdikdə əksər qadınlarda 3-6 ay ərzində menstruasiya geri qayıdır. Lakin 20-30%-da amenorreya qalıcı ola bilər və bu böyük bir rəqəmdir. Unutmayın, sağlam bədən sadəcə incə deyil, balanslı hormonları olan bədəndir.